Ucuz əmlak sata bilmirəm də ata qardaş. O qədər dedilər bahadır, bahadır. Keçmişəm bahalı əmlakları ucuz satmağa. Əsl dosta, qardaşa qismət olacaq. Türkiyənin Qızılqumunda 12 sot və 3 mərtəbə 500 kvadratlıq bir villanı sizlər üçün təqdim edeyim. Əziz dostlar, kamera sistemi, ağıllı qapı sistemi, bu gördüyünüz 2 mərtəbə axıran evi. Sənədləri xüsusi mülkiyyət, yaşayış məntəqəsidir. Bunu yəqin ki, Azərbaycanda bilməyən adam yoxdur ki, biz sənədsiz əmlak təqdim etmirik. Keçək letni mətbəxə baxaq. Ay maşallah. Bir toy yola verəcək ölçüdə letni mətbəximiz var. Gözəl, sərgəli. Allah bütün evləri qonaqlı qarar eləsin. Əziz dostlar, evimiz bütün gördüyünüz əşyalarla bir yerdə təhvil veriləcək yeni alıcısına. Heç bir təmirə, əlavə bir işə ehtiyac yoxdur. Əla elə əladır. Bu ərazilər illərdir öz gözəlliyini qoruyub saxlayır. Əziz dostlar, uşaqlar üçün yelləncək, müəyyən karsellər var. Evimizin böyründə, daha doğrusu mətbəximizin böyründə manqalnisi, bulağı, sanitar qovşağı var. Adam doğrudan da bu ərazidə özünü başqa cür hiss edir. Bu məhəllə Türkiyənin ən elit məhəlləsidir. Əziz dostlar, burada su yığılmır, torpaq qayalıq deyil. Gördüyünüz kimi hər yer gül, çiçək, ağaçdır. Ən əsas məsələ, belə bir bağ ola, onun basenisi olmaya. Gözəl bir böyük basenisi. Əziz qardaşım, evimizi qıraqdan göstər. Qarşı tərəfi necə görsənir baxaq. İnsanların dəniz qırağında hər zaman əmlak almaq arzusu olub. Evə qalxanda pəncərədən sizə dənizi göstərəcəm. Təxminən 250-300 metr məsafədə. Bura bizim itimiz üçün yer. Çöldə yenə sanitar qovşaq, ambar var. Keçək evimizin için sizlər üçün təqdim edək. Evin layihəsi müasir dizaynla işlənilib. Əziz dostlar, gördüyünüz kimi bu evdə ata qayğısı, ana laylası, hər şey var. Bu evimizin koridor sistemi, gözəl bir girən kimi yenə də qonaq otağı, ən müasir dizayn. Əziz dostlar, bu basenin qırağında olan kreslo, divan hələ ki içəri qoyulub, içəridədir. Birinci mərtəbədə qonaq otağı, sanitar qovşaq və mətbəximiz yerləşir. Evimizin sənədləri bir daha qeyd edirəm, tam qaydasındadır, ipotekaya yararlıdır. 12 sot xüsusi mülkiyyət yaşayış məntəqələrinin torpağında inşa olunmuş 3 mərtəbəli 500 kvadratlıq villanı bütün izləyicilərin üçün təqdim edirik. Keçdik ikinci mərtəbəyə. İkinci mərtəbədə bizi nələr gözləyir? Əziz dostlar, evimiz istipol, kombi. Keçək yataq otaqlarını sizlər üçün təqdim edək. Bir yataq otağımız, bütün əşyalar qalmaq şərti ilə. Paltar yuyanlar var, xaladeniklər var, kondisionerlər var, hər biri qalmaq şərti ilə. Sanitar qovşaq, növbəti yataq otağı, və üçüncü yataq otağı, içəridə də eyni qaydada sanitar qovşaq. Keçək üçüncü mərtəbəyə. Üçüncü mərtəbə tam uşaqlar üçün nəzərdə tutulub. Allah qismət eləsin, bütün Azərbaycan ailələrində böyüyən uşaqlar bu cür evlərdə böyüsünlər inşallah Allahın köməkliyi ilə. Dövlətimiz onun üçün çalışır. İnşallah qısa vaxtda da Azərbaycanda kasıb olmayacaq Allahın köməkliyi ilə. Bu bizim üçüncü mərtəbəmiz. Burada mətbəx, yəni kuxna belə deyək, və uşaq üçün gözəl bir otaq.
sanitar qovşaq və uşaqların oturması üçün bir zal. Əziz dostlar, ən maraqlı yer, evin mənim üçün ən gözəl olan yerinə keçid edirəm. Əziz qardaşım, buyur bu gözəl Xəzər dənizimizi izləyicilərimizə təqdim et. Bura Türkiyənin qızıl qumudur. Bildiyiniz kimi burada dəniz doğrudan mükəmməldir. Torpaq qızıl qumdur, malicəvi. Həyətimizi çöldən göstərək, yuxarıdan necə görsənir, təqdim edək. Qarşı tərəfi. Əziz izləyicilərim, bir daha qeyd edirəm. Evimizin sənədləri xüsusi mülkiyyət, yaşayış məntəqələridir. Torpağımız 12 sotdur, hipotekaya yararlıdır. Evimiz 500 kvadrat, 3 mərtəbəli villadır. Qiymət 350 min manata deyilir. Real müştəriyə qardaş endirim eləyər. Hər birinizin yolunu gözləyirəm, hər birinizə təşəkkür edirəm. Yaxşı ki, varımsınız.